Salam əziz tamaşaçılar. Bugünkü söhbətimiz psixoanalitika və insanların psixoloji təhlükəsizlik məsələlərinə həsr olunub. Amerikanın Newtown şəhərində baş vermiş son hadisə göstərdi ki, cəmiyyətdə psixoloji durumu qeyri-qənaətbəxş olan bir nəfərin ucbatından xeyli günahsız insan şəhid həlak ola bilər. Bu və digər sualları işıqlandırmaq üçün bugün studiyamıza qonaq dəvət etmişik. Qonağımız psixoterapevt, psixoanalitika və psixoloji yardım mərkəzinin rəhbəri Dəyanət Rızayevdir. Xoş gəlmişsiniz, Dəyanət. Sağ olun. Siz necə bilirsiniz? Azərbaycanda psixoanalizin vəziyyəti necədir? Ümumiyyətlə, psixoanaliz deyəndə, psixoanaliz, psixoterapiyanın bir istiqaməti gedir, bir sahəsi gedir. Amma ümumiyyətlə, psixoterapiya ilə bağlı, psixoloji xidmətlə bağlı bugünkü gündə ola bilər ki, indi bugünkü də belə lap gücdə inkişaf eləmir, amma müəyyən addımlar atılıb. Təbii ki, müəyyən psixoloqlar tərəflərindən, müəyyən həkimlər tərəfindən müəyyən addımlar atılır ki, bir balaca inkişaf etsin. Amma yenə də problemlər, sonra mən deyərdim ki, çatışmayan cəhətlər çoxdur. Çünki haradasa bu sahə, belə deyək, qanun tərəfindən idarə olunmalıdır, müəyyən olunmalıdır və inkişaf olunmalıdır. Dəyanət müəllim, bizim ölkəmizdə, bizim respublikamızda peşəkar psixoanaliz şəbəkələri mövcuddurmu? Yox. Bu günləri biz psixoanaliz deyəndə ki, psixoanalitik olmaq üçün, bunun üçün xüsusi belə deyək, ya psixoloq olmalısan, ya psixoterapevt, ya həkim psixiatr olmalısan və xüsusi hazırlıq keçməlisən. Amma bu hazırlığı, əfsuslar olsun ki, Azərbaycanda keçmək olunur psixoanaliz üzrə. Ümumiyyətlə, bu ya Amerikada, ya Avropa ölkələrində var belə bir psixoanaliz institutları. Təbii ki, orada xüsusi kurslar hazırlığı keçib psixoanalitik insan adlana bilər. Amma Azərbaycanda bu günləri psixoterapiya belə deyək, anlamı özü də belə bir kafedra Azərbaycanda yoxdur, tibb universitetlərində. Belə bir xidmət də yoxdur, psixoterapevtik xidmət. Və sosial psixoloji xidmətlər olur, məsələn, müəyyən qeyri-hökumət təşkilatları tərəfindən yaradılır. Amma bütövlükdə belə deyək, sosial psixoloji xidmət deyilən bir məqam, konkret bir struktur demək olar ki, yoxdur. Halbuki bu günləri sosial strukturlar bu işlə məşğul olmalıdır. Sosial nazirliklər, mən həmişə müəyyən nazirliklər, hansı ki, əhali ilə işləyir, dövlət qurumları, onlara sosial nazirlik deyirəm. Məsələn, Daxili İşlər Nazirliyidir, Gənclər İdman Nazirliyidir, Mədəniyyət Nazirliyidir, Səhiyyə Nazirliyidir, Sosial Müdafiə Nazirliyidir və s. Belə strukturlar, belə nazirliklər çoxdur və onlar təbii ki, sinxron olaraq bir-birindən həm əhali ilə işləməlidir. Sovet vaxtına əgər biz nəzər salsaq, biz görərik ki, Sovet vaxtı bu iş gedirdi. Yaxşı, pis, hansı bir halda gedirdi. Və bu sosial psixoloji xidmət bilavasitə sahə vəkillərinin üzərinə düşürdü və təbii ki, o vaxt bina evlər az idi, daha çox həyət evləri idi və hər ailədə baş vermiş hadisələr, kim içki içir, kim işləmir, kim ailəsini incidir, sahə vəkilində həmişə belə bir məlumat var idi. Və həmişə də hər bir həyətdən belə deyək də, bu mənzil istismar sahələri var idi Sovet vaxtı, indi də var düzdür və onlar həmişə bu məlumatı sahə müvəkkilinə və müəyyən strukturlara çatdırırdılar. Və bu cürlə müəyyən insan psixoloji vəziyyətini, ailənin bütövlükdə psixoloji vəziyyətini nəzarətdə saxlamaq olur və təbii ki, bir də görürük ki, gəlir sənin qonşuda belə hadisələrlə özüm belə uşaq olarkən rast gəlirdim. Ümumiyyətlə, burada deməli 70-ci illərdən söhbət gedir və sahə müvəkkili gəlir ki, niyə işləmirsən, niyə ailə incidirsən, niyə içki içirsən və mənzil istismar sahələrdə onlara iş təklif edir, gedginə iş təklif edir. Çünki ən yaxşı profilaktika əmək terapiyasıdır. Ümumiyyətlə, bu psixoloji durumun yaxşılaşması. İnsan işləməyəndə təbii ki, çox problemlər yaranır. Bilirsiniz, mən bayağı da qeyd elədim bir girişdə. Əhalinin psixoloji durumu son nəticədə psixoloji təhlükəsizlik anlamına gətirib çıxarır. Bəzən psixi cəhətdən qeyri-məqbul olan hər hansı bir şəxs elə bir problemlər yarada bilər ki, bu problemlər ölkə üçün, hətta cəmiyyət üçün faciəli nəticələrə səbəb ola bilər. Bu cəhətdə Azərbaycanda indiki mövcud çağdaş vəziyyət necədir? Əgər səmimi olmaq, mən deyərdim ki, çox mənfidir, ümumiyyətlə. Çox mənfidir və bunu izah da eləyə bilərəm. Məsələn, biz deyirik ki, avtoxuliqan. Əgər siz bu günləri Amerikaya getsəz və hansı bir maşında bu həmin o avtoxuliqanlıq eləsəz, siz cəmiyyətin, insanların günah obyektinə çevrilə bilərsiniz və çox ciddi cəzalana bilər insan. Və buna çox mənfi, cəmiyyət özü çox mənfi baxır buna.
Amma bu günləri siz baxırsınız ki, hansısa psixopat kimdir? Qamışkinin bir dahi Qamışkin, mən deyirəm ona, psixiatr. Onun bir ifadəsi vardı ki, psixopat o insandır ki, nə özü yaşayır, nə başqalarını qoyur yaşamağa. Və təbii ki, həmin o avtoxuliqan bu da onun psixi durumuyla bağlıdır ümumiyyətlə, belə bir təhlükələr yaratmaq. Ona görə də mən deyirəm ki, mənfidir. Digər tərəfdən insanlarımız çox komplekslidir. Ümumiyyətlə, komplekslər çoxdur. Ailə vəziyyətləri bu günləri necədir? Biz bu günləri rast gəlirik, məsələn, daha çox bu qətillər, küçələrdə bu avariyalar və s. çox artıb. Ümumiyyətlə, qətl hadisələri, intihar hadisələri Azərbaycana xas olmayan bir məqamdır ki, Azərbaycanda intiharlar və qətllər artsın. Sovet vaxtı mən bilirəm ki, bir dənə hansısa bir hadisə baş verəndə və bütün Azərbaycan o barədə danışırdı, belə çox belə mənfi bir reaksiya verirdilər. Amma indi sanki adiləşib qətllər və bu qətllər daha çox ailələrdə əfsuslar olsun ki, baş verir. Mən deməzdim ki, burada kiminsə konkret olaraq günahı var, amma daha çox söhbət gedir sosial psixiatriyadan və profilaktikadan. Və təbii ki, bu nəzarət ailələrə mütləq olmalı. Bu günləri kim istəyir işləyir, kim istəmir işləmir, kim istəyir necə istəyir öz ailəsindən davranır və çox əfsuslar olsun ki, heç bir sosial qurumun, dövlət strukturunun səlahiyyəti yoxdur ki, gedib həmin o qapını döysün və desin ki, niyə belə rəftar edirsən? Yaxud qadın məsələn öz əlindən şikayətlənəndə ki, məsələn, belə bir mənim yoldaşım belə bir şeylər edir, incidir, döyür. Təbii ki, kəskin müdaxilə olmur. Deyir, bu sizin şəxsi ailə işinizdir, biz müdaxilə edə bilmərik, biz məhkəməyə boşanız və s. Bu cürlə. Ona görə də bu baxımdan müəyyən işlər görülməlidir. Və bu günləri biz belə deyirik də, Azərbaycanda düzdür, bu silsilə qatillər, manyaklar, belə deyək, onların sayı belə çox nadir hallarda olur, belə hadisələr baş verir. Bir vaxt var idi, bu dalğa gəlmişdi. İndi şükür Allaha ki, belə məqamlar çox azdır. Amma həmin o psixopatlar necə cəmiyyətə gəlir, çıxırlar? Necə olur ki, insan psixopat olur? O məqama toxunmaq lazımdır və ailənin daxilində o problemləri araşdırmaq lazımdır. Və bu günləri çox problemlər var. Mən sizə deyim ki, həmin o uşaqlar, bu günləri nevrozların sayı da artıb. Məsələn, təhsil proqramı, biz təhsil sisteminə də toxunmaya bilmərik, bu mümkün deyil. Çünki hər şey təhsildən başlayır, maariflənmədən başlayır. Bu günləri bir dənə məqsəd var, valideyn ki, mənim uşağım ali məktəbə qəbul olsun və diplom alsın. Amma orada bilikdən, savaddan söhbət gelmir. Və təsəvvür edirsiniz ki, həmin o uşaqlar bu günləri, uşağından 5 yaşından artıqlar, məktəbə hazırlaşırlar, məktəbdə oxuyarkən müəllim yanına gedirlər və psixika həqiqətən də çox böyük bir təzyiq altında olur. Sonunda da bu belə bir hadisələr baş verir, insanda psixi durumla bağlı ciddi problemlər yaranır. Siz qeyd etdiniz Azərbaycandakı intihar hadisələri haqqında. Bəli. Bu çox, necə deyirlər, elə bir narahatçılıq yaradan bir səbəbdir ki, bu barədə danışmamaq mümkün deyil. Son illər, son vaxtlar Azərbaycanda intihar hadisələrinin sayı çoxalıb. O cümlədən intihar hadisələri gənclər arasında yayılmağa başlayıb. Gənc yaşlıların, yeniyetmələr arasında intihar hadisələrinə rast gəlmir. Bunu nə ilə izah edərsiniz? Bəli, mən bir qeyd elədim, bizə xas olmayan bir məqamdır Azərbaycanda. Çünki biz daha çox bu İslam dini bizdə daha üstünlük təşkil edir. Sadəcə İslama riayət edən insanlar daha çoxdur. Və İslam dinində də bu qınanılan bir məqamdır. Ümumiyyətlə, ateist dinlərdə bu hal qınanılır. Bu hal qəbul olunur. Hər tərəfdən, amma əfsuslar olsun ki, bu günləri insanların daxilində müəyyən bir boşluq var və insanlar hərəsi öz probleminlə, öz daxili aləminlə məşğul olurlar və digər insanlara, belə deyək də, diqqət ayırmırlar. Siz təsəvvür edirsiniz ki, mən yenə də niyə görə həyət evlərinə gəlib çıxıram? Həyət evlərində ümumiyyətlə, hansı bir problem baş verəndə, hansı bir şəxsi münasibətlərdə, qız oğlanla kimsə sevir, həyəcan keçirir, depressiya keçirir, birbaşa qonşular belə müdaxilə edirdilər, kömək edirdilər, təsəlli verirdilər, ünsiyyətdə olurdular. Ünsiyyət var idi. Amma bu günləri hündür binalarda hərəsi öz mənzilində qapanıb, bağlanıb və bölüşməyə ümumiyyətlə diri ünsiyyətə günləri meyil göstərmirlər insanlar. Diri ünsiyyət azalıb. Hamısında indi bu telefondur, internetdir və s. bu da başa düşünüləndir. Amma o diri ünsiyyətin, bir-birinin emosiyasını duymaq, bir-birinə yardım göstərmək, belə məqamlar azalıb. Digər tərəfdən, uşaq intiharına biz gəlib çıxanda belə hadisələr çox olur. Məsələn, sonuncu hadisələr, bu keçən iniş ilin hadisələri, məsələn, qız gedir, sınav imtahanında anası deyilən balı toplamır, gəlir,
intihar edir və s. Belə hallar çoxdur bu günləri. Və profilaktika tədbirləri mütləq lazımdır. Bəlkə bu boşluğu doldurmaq üçün siz qeyd etdiniz. Qabaq evlərində yaşayırlar insanlar, ünsiyyət çox idi və bir-birinə kömək edirlər. Bu da psixoloji yardım deməkdir. Amma hazırda bu yoxdur. Hər kəsin öz evində, öz məkanda necə edilir, məskunlaşıb. Ancaq bunun qarşısını almaq üçün kütləvi informasiya vasitələri var. Elektron informasiya vasitələri var, hansı ki, hər bir evə müdaxilə edə bilir. Bəlkə bu yolla həmin boşluğu doldurmaq olar. Bilirsiniz, bu günləri ümumiyyətlə həmin internet, demək olar ki, ailələr... Təbliğat yolu ilə. Təbii ki, yeganə bu günləri mənim müşahidələrim, bu subyektivdir yenə də, mən belə düşünürəm ki, bu günləri bu sahədə jurnalistlər və kütləvi informasiya vasitələri, televiziyalar, qəzetlər hansısa bir iş aparılır. Amma onların da səlahiyyəti məhduddur. Ona görə də hansısa bir qurumun nəzdində, Təhsil Nazirliyi deyimmi, Sosial Müdafiə Nazirliyi deyimmi, Səhiyyə Nazirliyi deyimmi, Mədəniyyət Nazirliyi, hansısa bir qurumun nəzdində mərkəzləşdirilmiş sosial-psixoloji yardım xidməti ya belə bir xidmət ümumiyyətlə yaratmaq lazımdır ki və səlahiyyət vermək. Düzdür, ifratçılıq dərəcəsində getirib çıxarmaq olmaz. Məsələn, şimal ölkələrdə, Finlandiyada və s. Əgər yavaşca siz öz uşağınızı belə cəzalandırsanız, sizi ümumiyyətlə bütün uşaqlarınızı əlinizdən alırlar. 3 dənə uşağınız varsa, 3-ünü də əlinizdən alırlar və sizi belə valideyn hüququna məhrum edir. Belə vəziyyətdə getirib çıxarmaq olmaz. Amma bugünkü gündə belə bir xidmət lazımdır ki, həmin o uşaq ki, hansı zora məruz qalır, hansı ki təzyiq altında yaşayır, valideynin təzyiq altında yaşayır ümumiyyətlə, zəng eləyib ümumiyyətlə öz problemini danışa bilsin və kəskin də olmadan, kəskin yox, müəyyən belə mədəni etika, bizim mentaliteti nəzərə almaqla ailələrlə müdaxilə günləri mütləq lazımdır bu sahə üzrə. Çünki bu günləri valideynlər öz övladlarını eşitmirlər, övladlar öz valideynlərini eşitmirlər. Və mən sizə deyim ki, müəyyən konkret olaraq anlayışlarla günləri insan yaşayır. Ona görə də biz bu günləri olduğumuz Azərbaycanda Sovet vaxtı çox gözəl bir struktur qurulmuşdu. Onu biz ləğv elədik ümumiyyətlə. Siz baxın, təhsil sistemi ləğv elədik və yeni nəsə yaratmaq istədik və bizdə təbii ki, alınmadı. Niyə ki, bu günləri Amerika özü istəyir, keçmiş Sovet İttifaqının təhsil sistemindən keçmək. Amma təsəvvür edirsiniz ki, biz həmin olduğumuz məqamları qoruyub saxlamadıq. Çox gözəl bir sistem idi. Ona görə biz gərək öz keçmişimizə, ən azından bu Sovet vaxtı yaşayan Azərbaycan o keçmişə nəzər salaq və çox müsbət tərəfləri bugünkü gündə oradan, keçmişdən indiki zamana inteqrasiya edir. Və çox məqamlar bizim üçün aydın ola bilər olsun. Ateist dövrü idi ümumiyyətlə Sovet vaxtı. Amma intiharların sayı çox nadir hallarda belə bir hal baş verir. Çox insanlar var ki, yanlış belə bir məlumat verdi. Bu iqtisadi vəziyyətlə bağlıdır, nə bilim, maliyyə problemlərlə bağlı. Əslən belə deyil. Əksinə statistikaya görə o ölkə ki, hansında ki, maliyyə böhranı var, müharibə gedir məsələn, o ölkələrdə intiharların sayı sıfır vəziyyətə enə bilir ümumiyyətlə. Məsələn, İraqı getirir, Vietnamı getirir, Əfqanistanı getirir, intiharlar sıfır vəziyyətdədir. Amma məhz o ölkələr ki, inkişaf etmiş ölkə, Almaniya, Qalandiya, İnişil, İsveçrə birinci yerə çıxdı intiharlar üzrə, çox faciəli bir rəqəmlər idi orada. Ümumiyyətlə, çox belə inkişaf etmiş ölkələr, maddi baxımdan çox əladır, amma görürsünüz ki, belə bir intiharlarla bağlı belə bir böhran yaşanılır. Və mən deyərdim ki, əksinə, bugünkü gündə indi azdan çoxdan stabil bir situasiya var və indiki zamanda artıq. Siz fikir verirsiniz ki, 90-cı illərə kritik bir dövrlər olub Azərbaycanda, bu yenidən qurma vaxtı, aclıq olub, demək olar ki, çörək tapmaq olmurdu. Amma o zaman intiharlar yox idi. Çox nadir hallarda belə bir hal baş verir. Əslən, inkişaf etdikcə, ümumiyyətlə, insanların o maddi durumu nə qədər qalxır, insanların o qəlbi inkişafı da mütləq qalxmalıdır, bərabər getməlidir maddi inkişafla. Belə çıxır ki, insanların psixoloji vəziyyəti onların maddi durumu ilə tərs mütənasibdir. Riyazi dillə desək, belə qənaətə gəlmək mümkündür. O da ola bilər, bilirsiniz. Çox maraqlı belə bir məqam var. Deməli, insanın psixoloji durumu onun maddiyyatına ölçülmür, ümumiyyətlə. Onun maddiyyatına ölçülmür. Sadəcə belə bir adaptasiya bir anlayışı var. Bu maliyyə böhranı başlayanda, səhv eləmirəmsə Qalandiyada, mən intervyu da vermişdim, hansı bir xarici qəzetlərin birinə, ümumiyyətlə də bir psixolog kimi. Deməli, bir insan onun deməli 10 milyon pulundan deməli 4 milyon deməli bu ziyana düşüb də, deməli itirib bu maliyyə böhran vaxtında özünü qatarda altına atmışdı bu insan.
milyoner adam. Mənə sual verirlər ki, bunun 6 milyonu ələn var. O yaşamaq üçün ömrünün axırına qədər məsələn, bəs niyə bu intihar etdi? Ümumiyyətlə, insan hər şey adaptasiya edir. Məsələn, siz baxırsınız ki, insan əhval-ruhiyyəsi necə qalxır? Əgər bu günləri sizin cibinizdə məsələn 1000 manat pul varsa və mən sizə 10 manat verirəmsə, sizin əhval-ruhiyyəniz heç də qalxmaz. 1000 manatın qabağında 10 manat heç nədir. Təbii ki. Amma kimin cibində heç 1 manat pul yoxdur, mən ona 10 manat versəm, o çox özünü xoşbəxt hiss edir. Deməli, xoşbəxtlik insanın o maddiyyatından yox, aslı deyil. Onun uyğunlaşmasından asılıdır. Deməli, hər şey nisbidir. Təbii ki. Həyatda da hər şeyin bir çarəsi var. Yəqin ki, əlbəttə. İctimai həyatda da hər şeyin çarəsi var, o cümlədən məişətdə də. Və insanlar da gərək bunu həmişə nəzərə alsınlar. Amma qaldı ki, bizdə psixoloji vəziyyətin, psixoloji durumun, ümumi vəziyyət haqqında yəqin ki, mən belə başa düşdüm, biz kütləvi informasiya vasitələri, o cümlədən elektron kütləvi informasiya vasitələrinin köməyi ilə əhalinin psixoloji tərbiyəsini gücləndirməliyik. Mütləq və eyni zamanda da mənə gəlir ki, haradasa belə bir qanun var ümumiyyətlə, psixiatri haqqında qanun, o tip qanun nəzdində gedir. Mən bunu dəfələrlə demişəm ki, psixi təhlükəsizlik haqqında, psixi sağlamlıq haqqında konkret ayrı bir qanun olmalıdır. Və bilavasitə mən qeyd etmək istəyirəm ki, Azərbaycanda polis mənim dostumdur anlayışı yoxdur. Çox əfsuslar olsun. Çünki baxız müəyyən qədər və əhali ilə iş aparılmalıdır da. Mən bir dəfə bir polis məmurundan söhbət eləyəndə, o mənə belə bir kiləyləndi, dedi ki, Dənib mənim bizə deyir, əhali kömək eləmir. Hansı bir məlumatı kimdənsə almaq istəyirik, o bizə məlumat vermir. Biz nəyə deyik? Biz də əhali ilə gərək əməkdaşlıq eləyək ki, biz hansı bir cinayəti açmaq üçün, hansı bir insanlar da haradasa bizim insanlar burada mənfi baxırlar ki, mən polisə qonşum haqqında nəsə danışım. Ona görə də Amerika təcrübəsini getirir və Steven Seagal çox məşhur bir aktyordur və eyni zamanda o polis deməli şerifin müavini Louisiana ştatında işləyir və deyir ki, mən bir aktyor kimi sadəcə pul qazanmağa görə filmlərdə çəkilirəm. Və onlar çox maraqlı belə bir tədbirlər eləyirlər, konsertlər eləyirlər, polislər özləri ki, əhalinin dostluq eləsinlər. Amma bu günləri bizim insanlar çox təəssüf olsun ki, polisdən çəkinir, qorxur və haradasa mən sizə deyim ki, buna polis özü də belə bir şərait yaradır, kobudluq edir və s. Görür ki, hansısa bir hadisə baş verib, insanlarla kobud davranırlar. Məsələn, ona görə bu mənə gəlir ki, mütləq və mütləq bu qarşılıqlı anlayışma olmalıdır polislər və insanlar arasında. Hər bir polisə də belə bir səlahiyyət verməlidir ki, mədəni formada ailələr daxil olmalıdırlar. Sonra bu günləri Azərbaycanda siz hara baxsaz, bizdə kişi polislərdir hər tərəfdə. Niyə görə Azərbaycanda qadın polislər var, amma hansı bir kanselyariya işlə məşğullar. Niyə bizdə adi, məsələn, post patrul xidmətində qadınlar iştirak eləməsin? Onlar, insanlar qadınlara, deməli, bu statistika görür belədir, bir psixoterapiyat kimi də deyər ki, daha çox etibar edirlər, daha çox qadın yanında açılışırlar, öz problemini danışırlar. Ona görə Azərbaycanda bu günləri post patrul xidməti, yol polis xidmətində mütləq və mütləq qadın polislər lazımdır və mən müraciət eləmək istəyirəm, ümumiyyətlə, Daxili İşlər Nazirliyidir və digər strukturlar belə bir şərait yaratsınlar ki, qadınlar polis cəlb olunsunlar, mütləq bu lazımdır. Çox sağ olun, Dənib müəllim. Bugünkü qonağımız psixoloq, psixoterapevt Dəyanət Rzayevdir. Sağ olun.